Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Son günlər ölkədə havaların gah soyuması, gah da isinməsi əhalidə müəyyən narahatlıqlar yaradıb. Tibbi meteoroloji proqnozlar göstərir ki, belə dəyişkən və qeyri-sabit hava şəraiti insan sağlamlığına mənfi təsirsiz ötüşmür. Xüsusən də mövsüm xəstəliklərinin artması və xroniki problemlərin kəskinləşməsi bu dövrdə daha çox müşahidə olunur. Maraqlıdır, tibbi meteoroloji proqnozlara görə havaların qeyri-sabit keçməsinin, qısa fasilələrlə gah soyuq, gah da isti keçməsinin hansı fəsadları ola bilər? Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov konkret AZA açıqlamasında bildirib ki, payız fəsli adətən qrip mövsümünün başlanğıcı hesab edilir. Temperaturun fasilələrlə dəyişməsi zamanı orqanizm viruslara qarşı daha həssas olur. Saatlar ərzində baş verən sürətli hava dəyişiklikləri bədənimizə əlavə gərginlik gətirir. Soyuq hava isə ağciyərləri qıcıqlandıraraq, xüsusən də astma və bronxit xəstəliklərindən əziyyət çəkənlər üçün nəfəs almağı çətinləşdirir.